Bax, bu skor maşını ilə biz xəstəmizi, körpə uşağı, ağır xəstəni Bakıya banisiyaya götürmüşük. Xəstəmiz də budur, ağır vəziyyətdədir. Həkim yolda zorla müalicə eləyir. Uşaq nəfəsi kəsilmək üzrədir. Aparat həkimlərin dediyinə görə aparat təzyiqini ölçmür. Yolda skoru saxlayıb xəstəni düşürür. Deyir, bizə icazə vermirlər. 103 dünyanın dağı deyir ki, xəstəni yolda düşürün, uşağı yolda qoyun və maşını geri qaytarın. Biz nə eləməliyik? Bəli, bu da qaylar da buradadır. Bizə köməyə gəliblər. Sağ olsunlar. Bax, bunlar da burada şahiddirlər. Skoru yolda xəstəmizi körpə 5 yaşlı uşağı düşürüb asfaltın ortasında qoyur. Gel Ayşe narahat olmuyor. Bize kendimiz buradan daha büyük problem var. Narahat olmuyor. Yoksa hiç olmaz. Narahat olmuyor. Ağır vəziyyətdə ölümcül uşağı yolun ortasına düşürdülər. Sağ olsun, yenə qaylarımız bizim uşaqlara bizə yardım edirlər. Abi gətir deyə qadınım, zəng eləmişdim, dedi özünüz nə olmuşsunuz? Yəni onlar sizdən qabaq bizim həkimə zəng çaldılar. Həkimimiz deyir, həkimə deyirlər, o da deyib götürün semaşk yapalım. Bizdə o şərait yoxdur. Başa düşürsünüzmü? Yəni bura devlət xəstəxanasıdır. Yəni bizdə o şərait yoxdur. Gedin palatlara baxın, bir ülkədən əməliyyat eləmişik, apendit, pajausta, raqçanı, nə bir şey olsa canla başla. Sizin bala, mən sənin yerinə özümü qoyuram. Başa düşdüm, mən nə tərəf semaşk verir, ağır xəstəni, nə İndi bir dəqiqə. Göz maşınımızda gedəsidir. Mən bizə zəng elədim, o baş həkimdən zəng eləyir. Baş həkim направление verməlidir ki, siz xəstənizi götürüb getməlisiniz. Başa düşdünüz? Səbir olun 5-10 dəqiqə. Mən sizin yerinizə özümü qoyuram. Başa düşdünüzmü? Yəni indi danışıq Mənim də balalarım var. Danışıq Zəng çaldım da. Zəng çaldım. Biz gözləyək. 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 Onun üçün